Hər kəsə salam, kanalımıza xoş gəlmisiniz. Bu videoda mən qış üçün acı biber turşusunun hazırlamasını bölüşürəm. Mən həyətimdən topladığım üçün biberlərin rəngi gördüyünüz kimi bəzilərinin sarı, bəzilərinin isə tünd yaşıldır. Turşunu hazırladıktan sonra rənginin sapsarı olmağını istəyirsinizsə, mütləq sarı biberlərdən seçməlisiniz. Amma bu turşunun dadında heç bir fərq etmir. Yalnızca görünüşü sarı olur. Gördüyünüz kimi mən biberlərin baş hissəsini kəsib bıçaqla kəsiklər atıram. Eyni qayda ilə biberlərin hamısını bu cür edirəm. İndi isə hazır olan biberləri 3 litrlik bankalara doldururam. Hər bankaya 2 ədəd dəfnə yarpağı yerləşdirirəm və 1-2 sap cəfəri və başlayıram biberləri doldurmağa. Biberlərin bəziləri çox xırda olduğu üçün mən cərgə ilə çox da düzmürəm. Hələ birbaşa doldurub bankaya ara bir də sirkələyirəm ki, yaxşıca yerləşsinlər. Hər bankaya da 3 diş sarımsağı bir neçə hissəyə bölüb əlavə edirəm. Gördüyünüz kimi mən bankanı doldurdum. İndi isə eyni qayda ilə qalan bankaları da doldururam. Gördüyünüz kimi mən bankaları doldurdum. Məndə 3 litrlik banka alındı və 2 800 qramlıq banka. Üzərlərinə qaynar su əlavə edirəm, çaydandan qaynaya-qaynaya və qapaqlarını yerləşdirib yarım saat gözlədirəm. Qeyd edim ki, biberlərin üzərinə su əlavə etdikdən sonra biberlər yumşalır və sonra isə biraz bankada boşluq əmələ gəlir. Mən o 800 qramlıq bankaları da 3 litrlik bankaların üzərinə yenidən əlavə edirəm. Və gördüyünüz kimi burada sularını boşaldıram bir qazana. Artıq bu su bizə artıq lazım deyil. Bu suyu atıram. Yenidən yeni su əlavə edəcəm. Çünki ilk dəfə üzərinə doldurulan su çox acı olur. Biberlərin acısı çıxır. Onun üçün bu suyu atmaq lazımdır. İndi isə hər 3 litrlik bankaya 1 yemək qaşığı şəkər tozu əlavə edirəm və 3 yemək qaşığı turşu duzu. 1 çay qaşığı limon duzu və 1 stəkan 200 mg stəkanla 1 stəkan alma sirkəsi əlavə etdim. Və gördüyünüz kimi burada da ətirli yumru dənəvər istiotlar var. Ondan da hərəsinə 5-6 dənə əlavə edirəm. Və yenidən çaydandan qaynaya-qaynaya qaynar su əlavə edirəm. Və qapaqlarını kip şəkildə bağlayıb üz aşağı çevirirəm. Və üzərlərini də isti bir adyalla örtüb soyuyana qədər adyalın altında saxlayıram. Soyuduqdan sonra artıq qış tədarükləri saxlayan yerdə bankaların yanında saxlayıram. Qapaqlarını kip bağladıqdan sonra bu cür sirkələmək lazımdır ki, duzu yaxşıca qarışsın. Gördüyünüz kimi artıq bankalar soyuyublar, rənglərini də dəyişiblər. Sarı biberlərin rəngi gördüyünüz kimi çox gözəldir. Yaşıl biberlər isə rəngi biraz tünd çıxıb. Budur dəyərli izləyicilərim. Əgər videom xoşunuza gəldisə, bəyənməyi, kanala dəstək olmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun. Gələn videolarda görüşmək ümidi ilə.